Deməli, əziz qardaşlar, bax, belə bir Hyundai Elantra 2022-ci il $4100-dan 1.6 motor N-Line. Disk təkərləndir, luklandır, koja ya kambirованный parça olacaq, bir dəqiqə gözləyim. Koja parça ilə belə qızdırıcısı var, start-stop, şnursuz zaryadka yığma, bax, belə təmiz N, Drive Mode qıraqda, bax, N-Scores başlığı ilə içinə xilçika lazımdır, luk varıdır. Maşın N-Line'dir. Gəlin maşında nəyə bax, deməli, maşına bir dənə N-Line'ın buferi elə sadə ilə eynidir. Bir dənə orta abirçovka bunlarda fərqi. Bir abirçovkası salamatdır. Bir dənə boş bufer alıb, abirçovkasında çünki N-Line yazısı var. Boş bufer alıb qoymalı. Deməli, maşına bir dənə sol kırıl alınacaq, bir dənə fara alınacaq və bir də bufer alınacaq. Bax, bu ekranın da, ekran belə bahalı bir şey deyil. Burada 70 manatdır. Amma bu aşağı hissəsidir. Bu faranı saxlayan hissəsi. Baba, bu hissə. Görürsünüz? İndi bunun, nə bilim, adam var deyir ki, o şeylər orada toxumdur. Bunu mən inanmıram toxumaq olsun. Bunu buradan zakrevka eləyirlər. Bir dənə buna görə orijinal ekranda dəyişmirlər. Neysə, onun özü qərar verər. Altın kovrik nəzən salamatdır. Maşına bir dənə təzdən patronlik alınacaq. Belə. 1 2022 Carfax kodu burada. Maşın kiməsə lazım olsa, mən maşını təmiz yoxlayacağım. Maşın water flood falan olmasın. Bax, bu belə 15.000 dirhəmdən $4100-dan çıxacaq. Arxa option led stoplardır.